Bugün əlbəttə Azərbaycanın qaz imkanları artıq dünyaya təqdim edilib. Biz müxtəlif istiqamətlər üzrə qaz resurslarımızı çatdırırıq. 4 qaz kəmərlərimiz var, 4-ü də işlək vəziyyətdədir. Ancaq Şahdəniz 2 layihəsinin işlənməsinə biz yaxınlaşırıq. Eyni zamanda Ümid, Abşeron və digər yataqlardan çıxarıla biləcək qaz ehtiyatlarını nəzərə almalıyıq və uzun müddətli qaz strategiyamızı biz indi hazırlayırıq. Demək olar ki, bu strategiya hazırdır. Qədim odlar yurdu Azərbaycanda təbiət möcüzəsi kimi torpağın bağrından süzülüb yer üzündə yanan əbədi od əsrlər boyunca insanların inanc və etiqad mənbəyi olub. Od bu torpağın rəmzi kimi tanınıb. XIX əsrdə dünyada gedən sürətli sənayeləşmə qazı da sənayenin bir hissəsinə çevirdi. Abşeronda təbii qazdan sənaye məqsədi ilə ilk dəfə 1859-cu ildə istifadə edilməyə başlandı. O vaxt təbii qazla Suraxanıdakı kiçik neft ayırma zavodunun buxar qazanları qızdırılırdı. 20-ci əsrin əvvəllərində isə qazın nəqli üçün Bakıda çubuğun borular çəkilmişdi. 1902-ci ildə Bakıda 57 milyon kubmetr, 1907-ci ildə 130 milyon kubmetr, 1919-cu ildə 48 milyon kubmetr, 1920-1923-cü illərdə isə 34 milyon kubmetr təbii qaz hasil edilirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra təbii qazın kəşfiyyatı, hasilatı və istehlakı ilə bağlı ardıcıl iş aparılmış, qaz təsərrüfatı sahəsində idarə etmə strukturları yaradılmışdı. Azərbaycanda qaz hasilatı 2-ci Dünya müharibəsindən sonra yeni miqyaslar aldı. 1945-50-ci illərdə təbii qaz hasilatı 1,1–1,3 milyard kubmetrə, 1953-1960-cı illərdə 5,8 milyard kubmetrə, 1963-cü ildə 6,6 milyard kubmetrə, 1982-ci ildə 14,9 milyard kubmetrə çatdırıldı. Ölkəmizdə əhalinin rahatlığı, həyat səviyyəsinin və rifahının yüksəlməsi ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Respublikanın şəhər və rayonlarının qazlaşdırılmasına onun rəhbərliyi dövründə 1970-ci ildən başlandı və az zaman ərzində ölkədə qazlaşdırma səviyyəsi 85%-ə çatdırıldı. Azərbaycan müstəqillik əldə edəndən sonra müasir tariximizin ən mühüm hadisələrindən biri 1994-cü ildə dünyanın aparıcı ölkələri ilə əsrin müqaviləsinin imzalanması oldu. Ümummilli lider Heydər Əliyevin uzaqgörən neft strategiyasının bəhrəsi olan bu müqavilə Azərbaycanın neft və qaz sənayesinin tarixində yeni və uğurlu bir başlanğıc oldu. Azərbaycanın neft və qaz sənayesi dünya enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrildi. Ulu Öndərin bilavasitə iştirakı ilə Şahdəniz qaz kondensatı yatağının işlənilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər tezliklə öz səmərəli bəhrəsini verdi. Azərbaycan dünyaya qaz ixrac edən ölkə səviyyəsinə gəldi.
Azərbaycan qaz təsərrüfatının daha səmərəli idarə olunması üçün keçmiş qaz təsərrüfatı sisteminin bazasında yaradılmış Azəriqaz dövlət şirkəti 1996-cı ildə qapalı səhmdar cəmiyyətinə çevrildi. 2009-cu ildən isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində Azəriqaz İstehsalat Birliyi kimi fəaliyyət göstərməyə başladı. Bugün Azəriqaz İstehsalat Birliyinin tərkibində 67 rayon qaz istismar sahəsi, 7 mərkəzi qaz kompresor stansiyası, layihə konstruktor bürosu, təmir tikinti idarəsi, ambar təsərrüfatı, nəqliyyat və xüsusi texnika idarəsi və qaz kəmərlərinin korroziyadan mühafizə və rabitə xidməti sahələri fəaliyyət göstərir. Azəriqaz İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazın hasilat və emal nöqtələrindən qəbulu, nəqli, paylanması və satışını həyata keçirir. İstehsalat Birliyində mühəndis, qulluqçu, texniki heyətdən ibarət 14 minə qədər insan çalışır. Azəriqaz İstehsalat Birliyinin balansında və istismarında 4350 kilometr magistral qaz kəmərləri və qollar var. Azəriqaz İstehsalat Birliyi Qazməmməd Şirvanovka, Qazməmməd Qazax, Qazməmməd Astara beynəlxalq magistral qaz kəmərləri vasitəsilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hasil etdiyi təbii qazı Rusiya, İran İslam Respublikası və Gürcüstana ixrac edir. Səngəçal başqurğuları, Azəri Çıraq Günəşli və Şahdəniz yataqlarından hasil olunan qazın qəbul olunması və paylanması üçün nəzərdə tutulub. Burada işçi təzyiqlər 20-80 atmosfer, qaz keçirmə imkanları sutkada 10 milyon kub metr təşkil edir. Azəriqaz İstehsalat Birliyinin fəaliyyətinin ən mühüm prioritetlərindən biri ölkə əhalisinin təbii qazla təmin olunması, hər evə istilik, hər ocağa od gətirməkdir. Azərbaycanda əhali sektorunun təbii qazla təmin olunması səviyyəsi ildən ilə artan xətt üzrə davam edir. Ölkə üzrə təbii qaz abonentlərinin sayı 2009-cu ildə 1.182.634, 2010-cu ildə 1.259.065, 2011-ci ildə 1.348.778 olmuş, 2012-ci ilin ilk yarısında bu rəqəm 1.406.236-ya çatmışdı. 2012-ci il sentyabrın 1-də ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1.429.257 idi. Regionlarımızda 2010-cu il yanvarın 1-nədək 732, 2011-ci il yanvarın 1-nədək 781, 2012-ci il yanvarın 1-nədək 929, 2012-ci il iyulun 1-nədək isə 988 yaşayış məntəqəsi qazla təmin olunmuşdur. Əhalinin təbii yanacaqla daha etibarlı təmin olunması üçün ölkə boyunca qaz infrastrukturunun təkmilləşdirilməsi və yenidən qurulması həyata keçirilir. Qaz paylayıcı obyektlərdə yeni avadanlıqlar quraşdırılır, mövcud qaz paylayıcı şəbəkədə sistemli modernləşdirmə işləri aparılır. Bu istiqamətdə aparılan işlərdən biri də köhnə qaz kəmərlərinin dəyişdirilməsi, yerüstü xətlərin yerin altına keçirilməsidir. Son vaxtlarda yerüstü qaz xətlərinin yeraltı polietilen borularla əvəz olunması, geniş vüsət almış, ölkə üzrə 1000 kilometrlərlə qaz xətləri əsaslı təmir olunmuşdur. Əhaliyə qazın müntəzəm və keyfiyyətlə çatdırılması, eləcə də qaz nəqlinin təmin olunması üçün ən mühüm şərtlərdən biri də yeni qaz boru xətlərinin çəkilməsidir. 2009-cu ildə 513 kilometr, 2010-cu ildə 4242 kilometr, 2011-ci ildə 5040 kilometr,
2012-ci ilin ilk yarısında isə 1872 kilometr yeni boru xətti çəkilmişdir. Bu müddət ərzində çəkilmiş yeni boru xəttinin ümumi uzunluğu 11.667 kilometrdir. Hazırda Azəriqaz istismar obyektlərinin müasirləşdirilməsi sahəsində geniş miqyaslı işlər aparır. İstehsalat Birliyinin qarşısında duran ən mühüm vəzifələrdən biri göstərdiyi xidmətlərin səviyyəsini qabaqcıl beynəlxalq standartlara çatdırmaqdır. İndi qaz kompresor stansiyalarında müasir tipli avtomatik idarəetmə sistemlərinin quraşdırılması ilə bağlı iri həcmli layihə işləri görülür. Bura Azəriqaz İstehsalat Birliyinin Qaradağ kompresor stansiyasıdır. Bu stansiya 2003-cü ilin noyabr ayından istismar olunur. Stansiyanın təyinatı Şimal Dresin buxar qaz qurğusunun təbii qazla təmin etmək, Qaradağ, Sumqayıt, Xırdalan, Digah, Suraxanı, Şüvalan və digər istehlakçılara qaz çatdırmaqdır. Qaradağ qaz kompresor stansiyasında Almaniyanın MAN Turbo şirkətinin və Yaponiyanın Mitsubishi korporasiyasının birgə istehsalı olan hər biri 10,5 meqavat gücə malik 2 ədəd qaz turbinli aqreqat quraşdırılıb. İstehsalçı zavodda əsaslı təmirdən çıxmış turbin yenidən quraşdırılıb, üzərində sınaq sazlama işləri aparılmış və aqreqat tam işlək vəziyyətinə gətirilib. Stansiyada quraşdırılmış ikinci aqreqat da tam işlək vəziyyətdədir. Qaradağ qaz kompresor stansiyasının təyinatında da dəyişiklik baş vermişdir. Son bir neçə il ərzində Qaradağ yeraltı qaz anbarlarına verilən qazın təzyiqini artırmaq üçün bu stansiyadan istifadə olunur. Ölkəmizin şimal yolunun üstündə yerləşən Siyəzən qaz kompresor stansiyasının təyinatı qazı Azərbaycandan Rusiya Federasiyasına nəql etməkdir. Bu stansiya 1981-ci ildə tikilərək istismara verilmişdir. Təbii qazın sıxılması məqsədi ilə Siyəzən qaz kompresor stansiyasında Ukrayna Respublikasının Frunze adına Sumu Maşınqayırma Elmi İstehsalat Birliyi tərəfindən istehsal olunmuş 6 ədəd blok konteyner tipli qaz ötürücü aqreqat quraşdırılmışdır. Siyəzən qaz kompresor stansiyasının bütün sistemləri, avadanlıqlar, nəzarət ölçü cihazları, kabellər, köməkçi sistemlər və s. təftiş olunaraq, onların üzərində təmir bərpa, sınaq və sazlama işləri aparılmış və 3 qaz ötürücü aqreqat tam işlək vəziyyətə gətirilmişdir. Qalan aqreqatların tam işlək vəziyyətə gətirilməsi üçün sınaq və sazlama işləri yerinə yetirilir. Stansiyanın etibarlı və dayanaqlı işləməsinin təmin edilməsi üçün qaz ötürücü aqreqatlarda müasir tipli avtomatik idarə sistemlərinin quraşdırılması üzərində layihə işləri aparılır. Azərbaycanın ən böyük qaz infrastrukturlarından biri də Hacıqabulda yerləşir. Hacıqabul qaz kompresor stansiyası 1981-ci ildə istismara verilmiş və stansiyada 8 ədəd elektrik mühərrikli qaz ötürücü aqreqat quraşdırılmışdır. Qalmaz yeraltı qaz anbarlarına verilən təbii qazın təzyiqinin qaldırılması məqsədi ilə Hacıqabul qaz kompresor stansiyasında təmir bərpa, sınaq sazlama işləri görülərək quraşdırılmış 8 aqreqatdan 4-ü bütün köməkçi avadanlıq və sistemləri ilə tam işlək vəziyyətə gətirilmişdir. Qaz ötürücü aqreqatların müasir tipli avtomatik idarə etmə sistemi ilə təmin olunması üzərində layihə işləri aparılır. Ölkəmizin cənub sərhəddində yerləşən Astaranın Azərbaycan qaz sənayesi üçün əhəmiyyətli cəhətlərindən biri də mühüm strateji əhəmiyyət daşıyan qaz kompresor stansiyasının burada yerləşməsidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İran Milli Qaz İxracı Şirkəti arasında razılaşmaya əsasən İran İslam Respublikasına ildə 2 milyard kubmetr qaz nəql etmək məqsədi ilə Astara kompresor stansiyasının genişləndirilməsi layihəsi həyata keçirilib. Layihə üzrə 2011-ci ildə Astara kompresor stansiyasında yeni 2 saylı kompresor sexi inşa olunub istismara verilmişdir. Sutkada ümumi məhsuldarlığı 4,5 milyon kubmetr olan yeni kompresor sexində 10 ədəd qaz mühərrikli kompresor aqreqatının quraşdırılması bu obyektin etibarlı və səmərəli işləməsinə zəmin yaradır. Birinci mərhələdə aqreqatlardan 6-sı artıq quraşdırılaraq istismara verilmişdir. Buradakı kompresor aqreqatları Amerika istehsalı olan müasir avtomatik idarəetmə sistemi ilə təchiz olunub. Bura isə Azərbaycan Respublikasının qərb sərhədidir. Bu bölgədə Azəriqaz İstehsalat Birliyinin fəaliyyəti həm əhalinin qazla təmin olunmasını, həm də qonşu Gürcüstan Respublikasına qazın nəql olunmasını əhatə edir. Bu stansiyada Azərbaycandan Gürcüstan Respublikasına nəql edilən qazın göstəricilərinə ən müasir texnoloji qurğular vasitəsilə nəzarət edilir. Azəriqazın qərb qaz sahəsindəki müasir avadanlıqla təchiz edilmiş laboratoriyasında buradan ötürülən qazın həcmi və keyfiyyəti yoxlanılaraq təhlillər aparılır. Qazın qonşu ölkəyə fasiləsiz nəql edilməsi üçün magistral qaz kəmərində boru əsaslı təmir edilib, Xramçay çay keçidində sahil bərkitmə işləri aparılıb. Qaz şəbəkəsinin idarə edilməsi üçün yaradılmış dispetçer xidməti müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərir. İl boyu həftədə 7 gün gecə-gündüz fasiləsiz növbə rejimində işləyən dispetçer şöbəsi qaz kəmərləri ilə axan təbii qazın təzyiqini, sərfiyyatını, sürətini tənzimləyərək qaz təchizatçılarının fasiləsiz təbii qaz ilə təmin edilməsini təşkil edir. Bugün Azəriqazın tətbiq etdiyi ən mühüm yeniliklərdən biri smart kart tipli qaz sayğaclarının quraşdırılmasıdır. Bu sayğaclar həm əhalinin rahatlığı, həm də itkinin qarşısının alınması üçün əvəzsiz rol oynayır və indiyədək əhali abonentlərinin mənzillərində 440 mindən artıq smart kart sayğacları quraşdırılmışdır. Azəriqaz İstehsalat Birliyinin tərkibində Layihə Konstruktor Bürosu xüsusi yer tutur. Bu qurumun fəaliyyətində elmi-texniki tərəqqinin nailiyyətlərindən və mütərəqqi iş təcrübəsindən geniş istifadə edilir. Layihə Konstruktor Bürosu aşağıdakı layihələri yerinə yetirir. İnzibati binaların, ambarların, operator və köməkçi binalarının, magistral və daşıyıcı qaz kəmərlərinin tikintisi və təmiri layihələrinin yerinə yetirilməsi. Qaz paylayıcı stansiyaların, ölçü qovşaqları, qaz paylayıcı məntəqələrin tikintisi və təmiri layihələrinin şəhər, qəsəbə və kənddaxili qaz paylama şəbəkələrinin tikintisi və təmiri layihələrinin yerinə yetirilməsi. Fərdi mənzillərin, qeyri-yaşayış sahələrinin, dövlət və kommersiya obyektlərinin qaz təchizatı layihələrinin yerinə yetirilməsi. Azəriqaz İstehsalat Birliyinin Layihə Konstruktor Bürosunda 13 istehsalat şöbəsi fəaliyyət göstərir. İstehsalat heyəti müasir lazımı proqram dəstinə malik kompüter texnikası və çoxaldıcı texnika ilə təchiz olunmuşdur.
Azəriqaz İstehsalat Birliyinin fəaliyyətində insanların təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin müasir dünya standartlarına çatdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Burada işə qəbul olunan hər bir işçiyə əməyin təhlükəsizliyi ilə bağlı mükəmməl təlim keçirilir. İşçiyə təlim prosesində verilən biliklər iş üstündə daha da təkmilləşdirilir. Azəriqaz ətraf mühit sahəsindəki fəaliyyətini Azərbaycan Dövlət Neft Şirkətinin ekoloji siyasətinə uyğun olaraq həyata keçirir. Bu siyasət isə sənayenin, insan fəaliyyətinin və bizim əzəli əbədi mənzilimiz olan ana təbiətin ahəngdarlığına əsaslanır.